Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir. 10 may dünya şöhrətli siyasətçi və dövlət xadimi, müasir dövlətçiliyimizin təməlini qoymuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. 20-ci əsrin ən böyük Azərbaycanlısı kimi tarixə düşən Heydər Əliyevin həyatı və fəaliyyəti bütöv bir epoxanı əhatə edir. Azərbaycan xalqının ən çətin və talih yüklü anlarında dayaq duran, onun milli mənafelerini qoruyan, müstəqilliyini və suverenliyini təmin edən ümummilli liderin fəaliyyəti təkcə daxili inkişafla məhdudlaşmayıb. O, Azərbaycan xalqının milli kimliyini qoruyaraq mədəni irsimizin, dilimizin və tariximizin təbliğinə də böyük diqqət yetirib. Hələ Sovet hakimiyyətinin sərt ideoloji çərçivələri daxilində belə milli dəyərlər uğrunda mübarizə aparmaq onun liderlik keyfiyyətlərinin parlaq təzahürü idi. Ulu öndər Heydər Əliyevin daxili siyasətində insan amili əsas yer tuturdu. Təhsil, səhiyyə, sosial təminat sahələrinə yönəlmiş proqramlar, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bölgələrin inkişafı onun diqqət mərkəzində idi. Bugünkü uğurlar da məhz müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilmiş islahatlarla bağlıdır. Böyük uzaqgörənliklə deyilən fikirlər bugün cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşmış, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilmiş, torpaqlarımız erməni işğalından azad edilmişdir. Müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirzaoğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.